1995-ci ildə noyabr ayının 12-sində ilk dəfə olaraq konstitusiyamız elan olunubdur. Bu illər ərzində biz hər zaman onu yarımçıq demək olar ki, keçirtmişik. Amma 5 il öncə bizim oğullarımızın sayəsində, bizim igidlərimizin sayəsində biz bütöv Azərbaycanda bu illəri konstitusiya və suverenlik ili keçirdirik. Bəli, çox çətin yollardan keçdik, çox ağır yollardan keçdik. Amma biz bütün dünyaya sübut elədik ki, lazım olan vaxtda biz sözümüzü həm silahla, həm imzamızla deyə bilirik. Və inanıram ki, bu illər ərzində bizim oğullarımızın bu çətin yolda öz canlarından keçməyinə baxmayaraq, biz bu günləri bütün Azərbaycan olaraq qürur duyuruq ki, bu günləri biz bütöv Azərbaycanda bu bayramları keçirdirik. Bu günləri mən bayraq meydanında böyük fəxrlə, qürurla dayanıb, fəxr edirəm ki, oğullarımız bu bayraq uğrunda şəhid olublar və bizlər bu günləri prezidentimizlə bir yerdə bütün dünyaya sübut elədik ki, biz Azərbaycanlı olaraq sözümüzü deyə bilirik və hər yerdə qürur duyuruq ki, belə oğullarımız var və millətimiz var. Mən bir şəhid anası kimi cənab İlham Əliyeva öz təşəkkürümü bildirirəm ki, o yumruğunu qaldırdı və o yumruqda bizim oğullarımız, qazilərimiz, millətimiz birləşib hamıya sübut elədik ki, biz bir yerdə güclüyük, biz hər yerdə sözümüzlə də belə imzamızı ata bilirik.